Xoş gördük dəyərli izləyicilər. Küləkli Bakı səhərindən hər birinizə salamlayıram və biz avtomobil bazarındayıq. Yuxarıdan baxanda görmək olur ki, bu bazarda avtomobil sayı o qədər də çox deyil. Yəqin ki, hava çox isti keçir, ona görə də bazara avtomobil gətirənlərin sayı hər bazar azalır. Əslində yay bazarı belə olur, əslində alqı-satqı da əslində çox zəif olur yay bazarında. Ona görə də biz hər bazar alqı-satqının geri düşdüyünün şahidi oluruq. Yavaş-yavaş İrəliyirik, bazarın bu tərəflərində sizə təqdim eləməyə. Görürsünüz, bazarda boş yerlər çoxdur. Elə bu videodan da artıq bunu müşahidə etmək olur. İndi biz düşəcəyik bazarın mərkəzinə, gedək baxaq görək içəridə nə baş verir, qiymətlər nə yerdədir. Alqı-satqı əslində yuxarıdan baxanda adamdan çox maşın var deyirəm. İndi düşəcəyik görək müştəri nədir, varmı, yoxmu? Bəlkə yuxarıdan yaxşı görsənmir, bəlkə içəridə müştərilər var, ehtimallar eləyirəm əslində. Bəlkə də təsəllidir bu, indi düşüb baxacaq vəziyyəti daha yaxından öyrənmək üçün. Getdik. Bazarda həqiqətən də lətifəsi buradakı insanlardan uzaq it uluyub çaqqal çağırır. Həqiqətən də lətifəsi bura gələn hər bir insandan uzaq bazarda demək olar ki, it uluyub çaqqal çağırır. Yoxdur, müştəri yoxdur. Var bir-iki nəfər elə belə gicəllənir. Ortada bir faktiki olaraq dayanıb bir maşın danışdıran görmürəm. Yoxdur, heç nə yoxdur. Hansı küçəsinə boylanırsan, eyni vəziyyəti görürsən. Deməli, dəyərli izləyicilər, qarşımızda çox səliqəli bir Toyota Prius 20 kuzov var. Yəni 20 gövdə, bu ənənəvi hər kəsə tanış olan Toyota Prius'dan gedir söhbət, hibrid mərkdən gedir söhbət. Çox səliqəlidir. Avtomobil niyə belə səliqəlidir, nədir, nə deyil? Qardaş yanımdadır, soruşacağım detallı şəkildə. Əvvəlcə ilk sualım bu olacaq. Qardaş, avtomobilin banı rənglənibmi? Bəli qardaşım, bəli. Yəni belə çıxır ki, ban zbor rənglənib. Bəli, bəli. Daxilində rəng yoxdur, ancaq çöl hissəsində. Mühərrik nə qədər gedir və mühərriklər hansı bir problem varmı faktiki olaraq? Avtomobilin motoru qardaşım təzə yığılıb. Yağ yemir, yağ yeməsinə görə yığılıb da maşın. Yəni kolçavat olunub, səliqəli vəziyyətdə. Yəni bilirik ki, 20 kuzalarda yağ yemə dərdi var idi. Əksəriyyətində bu problem olduğuna görə qardaş məhz buna görə mühərrik. Bəli, bəli, bəli. Orada deməli batareykaların bir 20 ədədini dəyişmişəm. Hamısını yeni qoymuşam. ABS-i dünən dəyişmişəm. Qarantiya olaraq da ki, 2 ay qarantiya veriblər. Yəni təptəzə Yaponiyadan gəlmədə, yəni az sürülmüş maşın üzərindən çıxarılmışdı. Onu təzə qoymuşuq üstünə. Yəni 4 dənə də təzə tək alınmışam, yəni. Demək olar ki, avtomobildə dəyişmədiyi bir şey qalmayıb dəyərli izləyicilər. Sıfırdan yeniləyib ki, yeni maşın olsun. 2 il rahat sürə bilərsən. Bugünkü gün 1 manat xərci yoxdur. Avtomobilin yeri gəlmişkən yürüyüşü nə qədərdir? Daha artıq çünki mühərrik falan hər şey sıfırdan yeniləndiyinə görə indi yürüyüşə bir o qədər önəm vermərəm mən şəxsən. 300 neçə min kilometrdir, amma yığıldığına görə o sıfırlanır da. Bəli, bəli. Artıq sıfırlanır dəyərli izləyicilər. Tapqa yağı, antifriz sistemi, sveçalar, babinlər, hamısı təzə periodik noldan yığılıb. Rulavoyunda bir dənə, yəni nöqtə belə çaq-faq, belə nəsə səs yoxdur. Neçə deyirsiniz, start qiyməti nədir? Belə bazara çıxmışıq 13700 manatdan, amma münasib eləyərəm. Bəli, dəyərli izləyicilər, sahibinin də dediyi kimi mühərrikindən tutmuş bir çox şeyləri sıfırlayıb, yəni hər şey yeniləyibdir. Bu isə o deməkdir ki, 300 də getsə, 400 də getsə, 500 də faktiki olaraq yürüyüşü olsa, bu avtomobilin mühərriki sıfırdan yığılıbdır. Bu isə o deməkdir ki, mühərrik artıq sıfırlanıbdır. Ümumi hissədə banda çürük və yaxud sürtülmə heç nə yoxdur. Onu da sıfırlayıbdır, batareyaları da yeniləyibdir. Yəni indiki vəziyyətdə bu Toyota Prius'u alıb rahat şəkildə sürmək olar. Qardaşlar, bir dənə gəmi tapmışam. Bildiyiniz gəmidir də. Bu boyda maşın olur ha. Qapıların açılmağına baxın. Qapıların formasına bir dənə baxın. Buna baxın. Qapılar görə necə açılır? Üzbəüz açılır ha. Biri sola, biri sağa. Yəni Toyota Sienna'dan gedir dəyərli izləyicilər söhbət. Toyota Sienna. Yəni bilmirəm buna SUV deyim, bilmirəm buna crossover deyəcəm, mənə güləcəksiniz. 2.5 hibriddən gedir dəyərli izləyicilər söhbət. Toyota Sienna'dan gedir söhbət. Qara rəngdə, bunun uzunluğuna, bunun böyüklüyünə, hündürlüyünə bir dənə baxın. Yəni mövcud vəziyyəti Kia Carnival'dan da yəni ki, böyükdür deyərdim. Arxa qapı bir düymə ilə yəqin ki, basan kimi belə gedir. Qapı belə açılır. Yəni baş açmadım yəni bu maşının ümumi formasından. İlk dəfə də görürəm yer gəlmişən Toyota Sienna ilə belə vizual, real formada ilk dəfə də qarşılaşıram. Bunun ön görünüşünə fikir verin sən Allah. Buna baxın. Buna baxın.
Həqiqətən də bildiyiniz gəmidir. Yəni banı, vidi, fasonu dəhşət bir şeydir. Qardaş yazıb avtomobilə qoyub gedib yazını, amma özü yoxdur. 2022-ci ildir, hibriddir, 2.5 hibriddir avtomobil. Faktiki olaraq da 46.000 yürüşdədir bu avtomobil və mən elə hesab edirəm ki, avtomobil Amerikankadır. Bəli, Amerikankadır avtomobil, daha dəqiq deyim. Avtomobil Amerikankadır. Qardaşın da nömrəsi burada var. İnteryerini çəkibsə göstərə bilmirəm. Qiyməti nədir, nə deyil, məlumatım yoxdur bununla bağlı. Zəng eləyib, soruşub maraqlanmaq olar. Burada bir Şanqan var. X5-dən gedir söhbət. Və turbodur, dəyərli izləyicilər. Gedir. Keç, dayı, keç. Daha neçə deyirsiniz? 29 minə. Nə qədər gedib avtomobil? Nə? 1500. Dayı avtomobili sıfırın qiymətinə deyir, kişi. 29.500 manat. 1500 kilometr deyir gedib. Elə ondansa gedər cəmaat sıfırını alardı. Amma bu maşınlar, qardaşlar, bu maşınlar ölkəyə ayaq açanda bildiyiniz 22-23 min idi. Bu niyə bu qədər qalxdı? Mən başa düşə bilmirəm. Yəni 1.5 turbodur sadəcə olaraq, dəyərli izləyicilər. Nə hibriddir, nə plug-in hibriddir. Belə bura yığışanlar var ha. Bax, bu qədər insan bura kölgələnmək üçün yığışmayıb ha. Hamısı əksəriyyəti, dəyərli izləyicilər, əksəriyyəti alverişlərdir. Qapının ağzına dayanırlar və nə edirlər? Yəni çöldən içəri maşın girən kimi belə qapının ağzındaca saxlayıb, bura gələ qulaqlayıb əlindən alırlar maşını. Dəyərli izləyicilər, burada bir dənə X5 var, 2012-ci ilin 3 mühərrik. Başım gəlir bunlardan. Nə qədər təzələrdə çıxsa, bu bandan çox başım gəlir. Avtomobil əla crossoverdir, dəyərli izləyicilər. Hələ də yeni modelləri çıxsa da, köhnə, yəni ki, belə deyək də, 2012-yə qədər olan bu modellər, bu banlar bəyənilir. Bazarda hələ də öz yerini, öz o populyarlığını qoruyub saxlayır. Çoxları da bu modellərə, sırf bu gövdələrə üstünlük verir. Avtomobilin mühərrikin dedik, 3 mühərrikdir. Polnu fulldur da, hə? Polnu full komplektasiyadır, dəyərli izləyicilər. Sahibi dilə bunu deyir, görürsünüz. Nevro paket, oturacaqların yaddaşlı idarə olunması və s. hər şey var. Lepstoklara qədər avtomobildə hər şey var, görürsünüz. Buradan yavaş-yavaş daxil oluram interyerinə. Görürsünüz interyerini. Ənənəvi BMW X5 interyeri, dəyərli izləyicilər. Bir zamanlar hər kəsin çox sevdiyi və elə indi də bir çoxlarımızın üstünlük verdiyi modellərdir. Görürsünüz. Lepstokları görürsünüz. Hələ 2012-ci ildə almanlar bu maşınlarda head-up displeyə qədər fikirləşiblər, dəyərli izləyicilər, görürsünüz. Var avtomobildə head-up displey. İndi biz yaxınlaşacağıq. Arxa oturacağı da sizə təqdim eləmək üçün. Yer gəlmişkən 4 qapının 4-ündə də keyloskop var. Açarsız daxil olma. Oradan elə qardaş oturacaqları açıbdır. Və mən sizə təqdim edirəm, dəyərli izləyicilər. Avtomobilin ön oturacağında, sərnişin oturacağında didilmə olmasa da müəyyən hissələrdə biraz yeyilmələr var. Bu da normaldır ilinə görə. Qalxırıq damına, başdan başa panoramik dam sizə təqdim edirəm, görürsünüz. Arxa oturacaqlar da səliqəli vəziyyətdədir. Maraqlıdır ki, avtomobil nə qədər gedib avtomobil? Bilmirəm, indi soruşacağım sahibindən. Nə qədər gedib avtomobil? Yürüşü nə qədərdir? 220 min yürüşdədir. İlin dedik, 220 min yürüşdədir və start qiyməti nədir? 30 min manat da, dəyərli izləyicilər, start qiymətidir X5-in. Baxın, dəyərli izləyicilər, qarşımızda bir tank var. Sözün əsl mənasında tank. Bildiyimiz döyüş tankından getmir söhbət. Əslində götürəndə heç döyüş tankından da geri qalmır. Avtomobilin vizual görünüşü, video fasonu, həqiqətən də tank demək olar. Elə yaxşı da qoyublar bu avtomobilə tank. SUV-dir avtomobil, böyük bir banı var avtomobilin. 2025-ci ildir, tank 500-dür bunun modeli. Dayı deyir ki, avtomobilimi o qədər də çox sürməmişəm. Heç 10 min yürüşdə deyil avtomobil, 8 minə qədər. Yer gəlmişəm 360 dərəcə kamerasına qədər mən kənardan baxanda bunları hamısını görürəm. Avtomobil 2.1 HEV hibrid mühərriklə təchiz olunmuş mühərrikdir. Dayı deyir ki, özü
idarə olunduqca təkərlərin fırlanmasına görə enerji doldurur və eləcə də şəhərin içərisində asta sürətlərdə özü enerjisini təmin edir, doldurur. Görürsünüz, arxa kamerası da hardadır? Zapaz təkərinin, yəni ehtiyat təkərinin tam mərkəzindədir və 7 yerlikdir dayı deyir. Görürsünüz, 500, tank 500. Deyirəm, dayı, niyə satmaq istəyirsiniz? O qədər də sürməmişsiniz. 8000 neçə yüzsə yürüşü var. Dayı deyir ki, mən bu tank model avtomobillərin bildiyiniz xəstəsiyəm. Ona görə də avtomobil, yəni bazara, Bakıya faktiki olaraq tank 700 gəlibdir. Mən 500 almışdım, 700 gəldi deyir məndən sonra. İndi gözləyirəm deyir, sentyabrda tank 800 gəlməlidir. Ona görə də mən tank 800 alacağıma görə bunu satıram. Yoxsa başqa bir narazılığım deyir, yoxdur avtomobillə bağlı. Avtomobil qeyd etdiyim kimi full komplektasiyadır. İndi mən sizə detallı şəkildə göstərəcəm. Görürsünüz, Keyrasko açarsız daxil olmayla içəri keçəcəm. İndi dayı bir dənə icazə verəcək. Belə icazə verdi, biz keçirik avtomobilin interyerini sizə təqdim eləmək üçün. Görürsünüz, yavaş-yavaş yaxınlaşırıq. Oturacaqların yaddaşlı idarə olunmasıdır və elektron tənzimləmə və s. hər şey var. Tankın da yəni interyerində daha əvvəldə oturmuşam, idarə eləmişəm bir neçə dəfə avtomobili. Görürsünüz, dəyərli izləyicilər, böyük bir interyeri var, elə çölündən görsəndiyi kimi. Bir dənə də monitoru var və kör zonasına qədər bu avtomobildə hər şey var. Head-up displeyinə qədər hər şey var və burada led stokları da var avtomobilin. Sükan arxası yarpaqdan gedir söhbət. Buradakı müəyyən funksiyalarını da biz görürük. Avtomobil qeyd etdiyimiz kimi full komplektasiyadır. Buradan qalxırıq. Panoramik başdan başa tavanı da sizə təqdim edirik. Oturacaqlara fikir verirsiniz. Təbii ki, yürüşü çox azdır yürüşü. Oturacaqların qeyd etdiyimiz kimi isidilməsi də var, ventilyasiyası da var. Yəni hər şey var oturacaqlar. Avtomobil dolu avtomobildir və heç kim elə bir ki, içərisində əyləşməyib. Çox təzə vəziyyətdə qalıbdır avtomobil. Çünki yürüşü qeyd etdiyimiz kimi çox azdır. Dayı bu tankın 800 modelini gözləyir və onu almaq istəyir. Ona görə də bu 500 modeli satım deyir, yenisini alım. Tank həvəskarıdır dayı və elə biz bunu arxadan da göstəririk, oturacaqları sizə təqdim edirik. Görürsünüz, səliqəli oturacaqları var. Heç elə bir sürülməyib avtomobil, dediyim kimi təzə qalıbdır və arxa sərnişinlər üçün klimat kontrol zonalı burada kondisionerlər sizə təqdim edirik, göstəririk giriş-çıxış nöqtələrini. Buradan qalxırıq idarəetmə panelinə doğru və panoramik damı da bu formada sizə təqdim edirəm, dəyərli izləyicilər. Bəli, yaxşıdır, əla vəziyyətdədir. Heç elə bir idarə olunmayıbdır. Disk təkəri görürsünüz, təkərlərin ömrü nə qədərdir. Var, xeyli də idarə etmək olar, dəyərli izləyicilər. Maraqlıdır ki, qiyməti nədir? İndi qiyməti ilə də sizi tanış edəcəm. Arxa yük yerini açmaq istəyirəm. Baxaq görək, açılırmı? Bəli, açılır. Fikir verirsiniz, dəyərli izləyicilər, qapını, yəni arxa yük yerinin qapısını açırsan nə ağırlıqdadır, nə qədər samballı olduğunu hiss eləmək olur. 7 yerlikdir avtomobil, görürsünüz. Bu oturacaqlar da bükülüb və yük yeri genişlənir. Lazım gələndə təbii ki, elektron şəkildə onlar da tənzimlənir. Lazım gələndə təbii ki, oturacaqları da qaldırırsan və nəfər sayı çox olanda və onda nəzərə alırsan. Belə maraqlı SUV deyək buna, crossover deməyə dilim gəlmir. SUV-dir, avtomobilin qapıları da pelesoslandır. Ümumiyyətlə yük yeri də bir balaca örtürsən, özü çəkib aparıb özü örtür. Qiyməti də 87 min dedik, hə dayı? 87 min. Qiyməti də 87 min manatdır. Dayının da nömrəsini qeyd edəcəm. Bu da tankın o böyük tığını da önündə görürsünüz. Orada da bir dənə kamerası var. Təbii ki, güzgülərdə də var və 4 bir tərəfində kamera var. 360 dərəcə. Dayı, mobil nömrənizi deyin zəhmət olmasa. 050. Görürsünüz. Amma durub baxışır. Heç nə yoxdur. Alğı-satqı deyilən bir şey yoxdur, dəyərli izləyicilər. Çin avtomobillərinin satıldığı, kompakt satıldığı yerə doğru irəliləyirik. Bir görək, orada alğı-satqı varmı? Bu bazarda yoxdur. İkinci ənənəvi bazarda alğı-satqı yoxdur. 0 və 0-ın altı. İndi yaxınlaşaq görək, Çin avtomobillərinin satıldığı salonlarda nə baş verir? Görək, burada heç olmasa alğı-satqı varmı, yoxmu? Gedək. Görək, yaxınlaşırıq. Burada dayanıb Yunizelər var, Univelər var, A05'lər var, 207'lər var. Amma olmayan ciddi bir müştəridir ki, onu da mən görmürəm. Baxın, dayanıblar burada cərgə ilə. Var, burada da çoxdur. Görürsünüz, burada da var Yunizelər çoxdur.
A07'lər, daha doğrusu Q07'lər çoxdur. Amma olmayan, bayaq dediyim kimi olmayan müştəridir. Müştəri yoxdur dəyərli izləyicilər. Burada da yoxdur müştəri. Baxın. Tesla da var hətta. Davam edirik, baxırıq ətrafa. Sağda solda dayanmış bu salonların qarşısında dayanan maşınlar, Çin maşınlarına da baxırıq. Amma görürsünüz, aracı yoxdur. Yalnız bir nəfər var. O hansısa maşına baxır. Əslində salonlarda ənənəvi ikinci əl bazardakı kimi alış-veriş o formada olmamağı anlaşılandı. Çünki salona sıfır maşın götürmək istəyənlər çox deyil. Məsəl üçün 1-2 il bundan qabaq isə daha çox idi. Amma indi baxıram ki, sıfır maşın almaq istəyənlərin də sayı xeyli azalıbdır. İkinci əl ənənəvi bazarda da vəziyyət bərbaddır. Bərbad olaraq qalır. Getdik işinə, gedək görək ikinci əl bazarda çəkə bilmədiyimiz, çəkmək istəyəcəyimiz daha hansı maraqlı maşınlar, modellər var. Onunla da sizi tanış edəcəm, çəkib göstərəcəm. İrəliyirik. Burada da görəcəyimizi görüb gedirik ora. İzləmədə qalın. Yenə Sarentoların bazarından keçirik. Sarentoların durnalar kimi qatar-qatar düzülməsindən görüntülər təqdim edirəm sizə. Amma Sarentoların ölmüş bazarı deyək də, yəni Sarentoların üzünə baxan yoxdur ki, yoxdur, dəyərli izləyicilər. Nə qədər Sarento var bazarda. Elə bir 1-2 il bundan qabaq daşıyıb ölkəyə gətirənlər hamısı gətirib bazara ki satmağa. Hər bazarda nə qədər Sarento görürəm. Amma onu almaq istəyən bir müştəri görmürəm. Hyundai Sonata köhnə model daxil olur bazara. Arxasınca i30 daxil olur bazara. Burada isə bir dənə Chevrolet bilmirəm nədir, çıpılı bir şeydir. O gedir. Spark. O da gəldi bazara. İnşallah satılar. Bu qardaş da burada bunu silir təmizləyir. Elə bazar hələ ki bərbad olaraq qalır. Bir dənə Bakı tez-tez şişən Hyundai Sonata Amerikankalar. İndi deyəsən bu Koreyalı bilmirəm. Bu da indi bazara daxil oldu. 2 twin turbodur. Aha. N26 motordur. Adaptiv faralar orijinal. O 2500 manatlıq, 3000 manatlıq M3-ün orijinal disk təkəri, çatı svarkası yoxdur. Yemə yığılıb da belə. Bəli. M Texpasport, sep başmaq dəyişilib. Head-up display, M rule, zavod qırmızı salon, qırılan sidenkalar. İli 2015 Texpasportda 16 vindi, restyling motordur. Bəli. Sport burcunlar sertifikatla. Heç nə. Bes kraskadır, bir dənə sok kapotunda kraskası var, vinində də çıxır. Orijinal M ruldur. Bildiyin glamurka. $30.800 manat deyirəm, real alıcı olsa endirim eləyərəm. Yəni nə varsa deyir üzərində orijinalı ilə əvəz olunubdur. Farları sizə təqdim edirəm. Yəni nisbətən emə yığılıbdır dəyərli izləyicilər. Belə. Gördüm. Başa düşmədiyim bir ifadə var. Yaxınlaşan kimi maşına bes kraskadır qardaş. Bes kraska nə deməkdir? Yəni mən başa düşə bilmirəm də. Hə, tutalım ki, qəza olmayıb. Kənardan rəng dəyməyib. Nə bilim nə. Nə bilim bir maşında ciddi qəza olmasın. Xırdapara orasına burasına rəng dəyməyi ilə nə olur, nə dəyişir, mən başa düşmürəm. Yəni niyə bu sırf bu məsələyə görə avtomobilin qiyməti tənzimlənir? Onu da hələ də qəbul edə bilmirəm. Nə bilim. Gəzək, hələ də gəzirik. Neçə saatda bazardayıq. Alqı-satqı ilə bir ciddi alış-verişlə mənə qarşılaşmamışam. Yoxdur. Bildiyiniz tipik yay bazarı. Sönmüş, müştəri yox. İstinin altında bir təhər olan maşın satanlar dayanıb. Heç kimdə yoxdur. Bir nəfər də gəlib maşınla maraqlanmır, bir qiymətləşmir. Belə bir ölüvay bir bazardır. Ölüvay bazar. Ləhliyə gəzirik. Göstərməyə çalışıram.
bacardığım qədər avtomobillərlə sizi tanış eləməyə çalışıram. Dəyərli izləyicilər, qarşımızda Koreyadan Azərbaycana gələn Hyundai Elantra var. 2018-ci il 1.6 turbo mühərrikdən gedir. Sport Elantradan gedir söhbət. Qardaşlar bir qədər də belə sport görünüş verməyə çalışıblar vizual olaraq banına. Kipriklərini öz rəngində rəngləyiblər və biz buradan fırlandıqca arxa tərəfinə burada səs boğucuların o sport görünüşünü sizə təqdim edirəm. Hazırda da görürsünüz xor işləyir. Dəyərli izləyicilər, istəyərdim ki, bir balaca qaz verərsiniz, baxaq görək necə işləyir, nətər işləyir. 1.6 turbo neyniyir. Yəni, kifayət qədər də səs-küyü var dəyərli izləyicilər. 1.6 turbo, çünki sport Elantradır bu avtomobil. İndi mən bunun vizual görünüşünü yavaş-yavaş sizə təqdim edəndən sonra keçəcəm. Bu sport Elantranın 2018-ci il modelin interyeri ilə də sizi təqdim eləməyə, yəni tanış eləməyə. Görürsünüz, rəngi də əladır, vid fasonu da yaxşıdır. Görüntüyə də müəyyən əl gəzdiriblər banına. Ona görə də qəşəng bir görünüşü var dəyərli izləyicilər. Avtomobil 1.6 sport olduğuna görə, turbo olduğuna görə dəyərli izləyicilər 204 at gücündədir. Elə qaz verəndə də o atların səsini, o kişnəməyini hiss eləmək olur. Belə dəyərli izləyicilər, lep stokları var avtomobilin, hər şeyi var. Full komplektasiyadır, görürsünüz. Kör zonaya qədər avtomobildə hər şey var və lep stoklarını da sizə təqdim edirəm, görürsünüz. Buradan yavaş-yavaş qalxırıq digər tərəfə, şitə doğru göstərirəm sizə. Görürsünüz, idarəetmə, yəni xüsusiyyətlər qutusunu idarə edən rıçakın böyründəki oturacaqların ventilyasiyasıdır, isidilməsidir. Klimat kontrol zonalı, yəni 2 zonalı kondisioneri də var burada. Buradan da yavaş-yavaş yaxınlaşırıq idarəetmə panelinə doğru və sizə yürüyüşü təqdim edirik. 174.824 kilometr yürüyüşdədir avtomobil. Avtomobilin oturacaqlarının rəngini görürsünüz. Tünd qırmızı rəngdə və qara ilə sintezini görürsünüz. Elektron idarə olunması və sair. Dam qara damdır. Damda da bir dənə luku var. Əla vəziyyətdədir həqiqətən də. Maraqlıdır ki, qiymətini neçə deyirlər, onu da öyrənib sizə deyəcəm. Bu da bunun arxa zonalı kondisioneri və arxa oturacaqlarının vəziyyəti. Örtəndə də təkəri də sizə göstərirəm. Təkərin də vəziyyəti yaxşıdır, ömrü var, xeyli sürə bilərsiniz. Öyrəndim ki, start qiyməti nədir? Dedilər ki, 27.000 manat start qiymətidir. Götürən olsa razılaşaraq deyirlər. Rəngi də superdir həqiqətən də. Salamat qalın dəyərli izləyicilər, mən bazardan çıxdım. Mən bazardan çıxıram, amma bazara daxil olan hələ də maşınlar var. Günortadır, bu saatda belə bazara maşın gətirənlər var. Biz bazardan çıxırıq. Gələn vloqlarda inşallah görüşərik. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.